Bu ölkə əhalisi Trampı sülhə ən böyük təhlükə hesab etdi. İspanlar ABŞ prezidenti Donald Trampı sülh üçün ən böyük təhdid hesab edirlər. Axar az xəbər verir ki, bu barədə El País nəşri ölkə əhalisi arasında keçirilən rəy sorğularının nəticələrinə əsasən yazıb. Məlumata görə, sorğuda iştirak edənlərin 81%-i Trampı sülhə ən böyük təhdid adlandırıb. Trampdan sonra Rusiya prezidenti Vladimir Putin 79,3% və İsrail baş naziri Benyamin Netanyahu 71,2% sülhün böyük düşmənləri hesab olunublar. Paşinyan Putinlə görüşdə rədd etdi, Kreml hərəkətə keçdi. Bir gün ərzində 4 siyasi qurum Samvel Karapetyanla güclü Ermənistan blokuna qoşulub, Azadlıq, Sabitlik, İrs və Ermənistan Liberal Demokratik İttifaqı. Axar az xəbər verir ki, bu barədə Samvel Karapetyanla güclü Ermənistan bloku məlumat yayıb. Qeyd edək ki, 1 apreldə Kremldə Nikol Paşinyanla görüş zamanı Rusiya lideri Vladimir Putinin Rusiya pasportu olanlar da seçkiyə qatılmalıdır sözlərini deyərkən Rusiyalı milyarder Samvel Karapetyanı nəzərdə tutmuşdu. Çünki görüşdə o, sizdə həbsdədir və biz buna bir söz demirik, daxili işinizdir deyərək Karapetyanın həbsini də vurğulamışdı. Paşinyan isə Rusiya pasportu olan insanların seçkilərdə iştirakını Ermənistan konstitusiyasının qadağan etdiyini bildirməklə birbaşa Kremldə Putinə qarşı açıq mövqe nümayiş etdirmişdi. Bunun ardınca Ermənistanda Samvel Karapetyanın təbliğatı güclənib və ona qoşulanlarla bağlı müzakirə artıb. Ermənistanda parlament seçkiləri 7 iyunda keçiriləcək.